Salam, əziz, dəyərli tələbələr. Deməli, bugün biz İngilis dili test oxusu birinci hissədən artikel mövzusunun suallarını izləyəcəyik. Deməli, birinci sualımızda I like to watch films with happy ending deyə bir sualımız var. Və İngilis dilində artikel mövzusunda diqqət edirik. Films cəm isimlərinin ümumiyyətlə artikel işlənmir. Artikel heç vaxt cəmlərlə işlənmir. Ümumiyyətlə cəm ümumi bir şey haqqında danışsınızsa boşluq olur və happy ending də sifət isim birləşməsidir. Ending isim də sayılan isimdir və happy ilə end deyil, artikel olar. Yəni düzgün cavabımız D variantıdır. İkincidə there was football match at stadium on Saturday. Futbol match sözündə yəni futbol maçı, futbol oyunu və match sayıldığı üçün artikel olacaq. İkinci tərəfdə isə stadium, şəhərdə olan bu məkanlar həmişə D artiklı ilə işlənər. Yəni birinci tərəfdə ikinci tərəfdə D artikli olan D variantıdır. Üçüncü sualda there are interesting museums in England. Interesting museums yenə bu da cəm isimdir və cəm isimlər ümumiyyətlə heç nə işlənmir. Və Englandda ölkə olduğu üçün ölkədə heç bir şey işlənmir. Yəni C variantı ikisi də boşluq olur. Dördüncü sualda Helen was one of most hardworking students in class. Most hardworking, mostdan sonra sifət gələndə deməli üstünlük dərəcəsi olurdu və hər zaman D artikli ilə işlənir. Və ikinci tərəfdə D deməli class sözü həmişə the class, in the class olmalıdır. Çünki sinifdə, söhbət sinifdən gedir və ümumiyyətlə müəyyən yerdir. Ona görə də D artikli ilə işlənir. Cavabımız A variantıdır. Beşinci sualda Robert was one of yenə most var. The most olmalıdır. The most diligent man in the office, yəni ofisdəki ən ağıllı adamlardan biridir və ən çalışqan adamlardan biridir. Burada isə yenə in the office olmalıdır. D artikli ilə işlənir və cavab A olur. Və 6-cı sualda most people var və most popular var. Mostdan sonra isim gələndə artikl olmur, mostdan sonra sifət gələndə isə D artikli olur. Most people burada əksər insanlar deməkdir. O zaman artiklsız işlənməlidir. İkinci tərəfdə isə most popular sifətin üstünlük dərəcəsidir və D artikli ilə işlənir, yəni Y variantı. 7-ci sualda deməli Judy is planning to have nice trip. A nice trip olmalıdır. To have a nice trip yaxşı bir gəzinti. Have a nice trip artikli ilə işlənir və trip də sayılan isim olduğu üçün mütləq artikli olmalıdır. İkinci tərəfdə isə with his relatives on Saturday həftənin günləri artiklinin işlənməz, yəni boşluq olacaq. Birinci tərəfdə artikli, ikinci tərəfdə isə boşluq olacaq. Yəni cavabımız A variantıdır. 8-ci sualda Jack wants to have interesting party. Deməli, party yenə burada have a nice party, have interesting party ifadəsi kimi ola bilər və yaxud da ki, parti sözü sayıldığı üçün yenə burada an artikli olmalıdır. An interesting party. Diqqətdir, party sözünə görə bunu artikl qoyuruq, amma o artiklın an olmağını özündən sonraki sifət baxıb, özündən sonraki sözə baxıb seçməliyik. An olmalıdır. İkinci tərəfdə də Sunday, yenə bu da həftənin günü olduğu üçün o da artiklsız işlənir, olacaq D variantı. 9-cu sualda ifadəmiz var. Deməli, tell-dən sonra truth gələndə tell the truth, D artiklı, amma lie-lə həmişə artikl işlənir. Tell the truth, not a lie. Yəni, düzgün cavabımız D variantıdır. 10-cu sualımızda what is the tallest building in the world? Tallest üstünlük dərəcəsidir, D artikli ilə işlənər. World isə yeganə olan, dünyada olan yeganə tək şeylərlə həmişə D artikli işlənir. Yəni, olacaq C variantı. Növbəti sualımız 11-ci sualda eyni qayda ilə who is the tallest man? Yenə eyni sual tipidir və yenə ikisi də D artikli işlənəcək. Üstünlük dərəcəsi və tək olan varlıqlar. Ölkələrlə artikl işlənmir. Egypt. His father traveled to Egypt. Heç nə ilə işlənməyəcək. Və ikinci səhvdə də lastdan sonra zaman, last week, last year, last month vardısa, bunların last Sunday, bunların artikl işlənməyəcək. Amma əgər lastdan sonra normal isim gəlsə, məsələn, last book desən, the last ola bilər. D artikli qəbul edəcək. Amma zaman ifadəsi varsa, artikli qəbul etmir. Yəni, Y variantı. 13-cü sualda deməli, this is an old castle. Old castle deməli, sayılan isim olduğu üçün an artikli işlənəcək. An. İkinci tərəfdə isə deməli, bir isim haqqında ilk dəfə məlumat verində an artikli, ikinci dəfə o isim haqqında məlumat, yəni artıq ikinci dəfə bəhs edirsə, o zaman D artikli olacaq.
Deyir ki, bu qədim bir qaladır. Qala Bakıdadır. Yəni ikinci dəfə artıq bu qala haqqında məlumat vermiş olduğumuz üçün ikinci dəfə artıq onu da article işlənəcək. Sonra 14-cü sualda beautiful places in Australia. Deməli, burada da gözəl yerlər, beautiful places cəm olduğu üçün article işlənməz. Avstraliyada ölkədə ölkə adları ilə article işlənməz. Yəni boşluq olacaq. İki dəfə də boşluq. B variantı. 15-ci sualda I saw a giraffe in the zoo. At the zoo daha doğrusu. Yəni bu giraffe sözü sayılan isim olduğu üçün mən bir zürafə gördüm. Bir zürafə gördüm. Article işlənəcək. Və zoo da şəhərdə olan bütün məkanlar D article işlənir. At the zoo. Yəni şəhərdə olan parkdır, zoodur, librarydir, post officedir. Bu tipli sözlərin hamısı D article işlənir. Çünki şəhərə aiddir və müəyyənlik bildirir. Deməli, cavabımız olacaq Y variantı. 16-cı sualda she noticed an eagle, yəni an eagle, o bir qatar gördü, an eagle və harda in the sky, skyda səma. Deməli, bu sky sözü də tək olan varlıqlara aiddir. An eagle in the sky, yəni A variantı. 17-ci sualda the Zambezi River is fourth longest river in the continent. Fourth dördüncü deməkdir və fourth sıra sayıdır. Sıra sayıları D article ilə işlənir və in the continent, demək qitədə sözdə həmişə D article ilə işlənir və düzgün cavabımız olacaq D variantı. 18-ci sualda Qobustan is one of the first, yəni üstünlük dərəcəsi, sıra sayı olduğu üçün sıra sayıları və üstünlük dərəcəsi həmişə D article ilə işlənir və world D article ilə işlənir. Çünki tək olan varlıqdır. O zaman olacaq A variantı. 19-da it is a good idea. Idea sözü sayılandır. Mücərrəd olsa da sayılan mücərrəd isimdir. Və E article işlənir. It's a good idea to buy wedding present. Bu da hədiyyə, present sözünə baxaraq a present. Çünki sayılan isimdir. Yenə sayılan tək isimlərin E article işlətməliyik. Olacaq B variantı. 20-ci sualda we visited a nice village. Nice village. Village sözü sayılan isimdir. E article ilə işlənir. İkinci tərəfdə də deməli near the sea, dəniz D article işlənir. Yəni müəyyən bir yerdir. The sea məkanda yerdir. O zaman olacaq the sea. We visited a nice village near the sea. D variantı. 21-də this is the longest river. Longest üstünlük dərəcəsi olsun D article ilə işlənir. Və yenə country, ölkə, şəhər, kənd bunlar D article işlənən sözlərdir. In the country olacaq A variantı. 22. 22-də deməli Milan is north of country. North, west, east, south kimi cəhətlər özündən sonra of işlənərsə D article ilə işlənir hər zaman və the north of yenə ölkə olduğu üçün ölkə sözünə də D işlənəcək. D article iki tərəfdə də D article olur. Yəni D variantı. 23-cü sualda Browns have nice flat. The Browns olmalıdır. Çünki söhbət ailədən gedirsə, hər zaman familiya gələndə The Browns olur. Yəni Brownlar ailəsindən söhbət gedir. Have a nice flat. Flat sözü isimdir və nice flat sayılan tək isimlər həmişə E article işlənər və o zaman olacaq C variantı. 24-də English is international language. English is deyirsə bu söhbət ingilis dilindən söhbət gedir. The English is deyirsə bu təkdədir və bu təkdirsə dildən söhbət gedir. Amma the English olsa isə bu artıq xəbəri cəm olacaq, ona diqqət edin. The English olsaydı is yox ar olacaqdı. Və English burada ingilis dilidir, amma the English olsaydı ingilislər olmalıydı, millətdən söhbət gedəcəkdi. Və international language, language sayılan tək isim olduğuna görə N article ilə işlənir, o da olacaq A variantı. Amma olsaydı English language sözü yanaşı gəlsəydi, o zaman the English language olacaqdı. 25-ci sualda do you have bigger room? Bigger room. Burada room sözünə baxırıq. Müqayisə dərəcəsi bir əhəmiyyəti yoxdur. Əsas burada room sayılan tək isimdir və E article işlənər. In fact, I'd like the biggest room. Burada isə üstünlük dərəcəsidir və üstünlük dərəcəsi hər zaman D article işlənər və olacaq B variantı. 26-cı sualda have you written your name at top of the page? Deməli, oflu ifadələrinin adətən
adətən oflu ifadələrin iki tərəfində də the artikli qoyuruq. Və bunda növbəti suallarda izah edəcəm qarşımıza çıxdıqca. Başqa cürdə top of the page, yəni səhifənin yuxarısı deyəndə müəyyən bir yerdən söhbət gedir. Artıq səhifənin yuxarısı deyəndə biz harası olduğunu bildik. O zaman the article ilə işlənəcək və at the top of the page olacaq. Və 27-ci sualda the bus stop is at the bottom of the road. Yəni oflu ifadə vardısa, bunda iki tərəfində the article qoymalıyıq. Olacaq D variantı. At the bottom of the road. Xüsusi bir qaydası yoxdursa, elə o hər zaman baxırıq, ofun iki tərəfinə də baxırıq və bir də diqqət eləyin, bu adətən silent isimlərə aid olur bu. Oflu ifadələrdən sonra əvvəldə article qoyulur, da article. Və 28-də when the children dug the ground sözü də torpaq yer mənasında və the article ilə işlənən sözdür. They found various kinds of stones. Deməli, burada oflu ifadə kinds of stones-da düşünə bilərsiniz, niyə oflu ifadədən sonra yoxdur? Bu cəm isimdir ümumiyyətlə. Cəm isimlər ümumi haqqında, bir şey haqqında ümumi danışırsınızsa, article işlənmir ümumiyyətlə. Yəni, kinds of stones, daşların növləri, yəni müxtəlif növ daşlar tapdılar. O zaman boşluq olacaq, yəni Y variantı. 29-da best mirror is old friend. Best sözü üstünlük dərəcəsində olan bir sözdür. The best olmalıdır. The best. Mirror ən yaxşı ayna. Is an old friend bir köhnə dostdur. O zaman olacaq C variantı. Friend də sayıldığı üçün an artikli işlənir və an old olmalıdır. Old sözünə görə an artikli qoyuruq. Yəni cavabımız C-dir. 30-cu sualda Oxford University was created in the first year. Yəni the first olmalıdır. Çünki bu sıra saydı. Və o years of 13th century. Burada da 13-cü əsr yenə sıra saydı. İkisi də sıra sayı olduğu üçün the article ilə işlənir. Yəni Y variantı. 31-ci sualda deməlidir Tate Gallery contains unique collection of British paintings. Deməli, unique collection sözü sayılan isimdirsə, an artikli qoyuruq. Unique sözündəki söz U ilə başladığı üçün U səsi verdiyi üçün ən yox E artikli ilə işlənəcək. E artikli ilə işlənən zaten bir dənə cavabımız var. İkinci səhvdə isə of the British paintings, yəni Britaniyanın rəsm əsərləri deyilən müəyyən bir söhbət gedir Britaniyadan və ona olacaq D variantı. 32-ci sualda someone who wants to be a teacher, müəllim olmaq istəyirsə, kimsə, E artikli olacaq. Must love children and have patience. Yəni bu ümumi danışır. Must love children. Uşaqları sevməlidir və səbir olmalıdır. Bu, müəyyən bir uşaqlardan söhbət getmir, ümumiyyətlə danışır və patience da sayılmayan isim olduğu üçün sayılmayan və cəm isimlərlə ümumi bir şey haqqında danışırıqsa, o zaman article qoymuruq. Olacaq Y variantı. 33-cü sualda someone who wants to be a doctor, burada da yenə doctor olmalıdır, peşələr aynen işlənir. Patience cəmdədir və responsibility sayılmır və bunlar da articlesiz işlənəcək. Yəni olacaq A variantı. Sonra 34-cü sualda small group of people gathered outside the building. Deməli, burada a small group of people, yəni group of oflu ifadələr a group of həmişə işlənir. A group of oflu ifadələrdə a group of, a piece of, a number of və s. bu tipli onda E işlənir və group of-dan işlənir, article edir. A small group of people gathered outside the building. Yəni binanın çölündə, yəni müəyyən bir yerdən söhbət getdiyi üçün the article işlənir. 35-ci sualda deməli they own a large piece of land, yenə a piece of land ifadəsi var deyə a large piece of land in the village, yəni village-dir, country-dir, city-dir, town-dur, bunlar the article ilə işlənir. Yəni C variantı. 36-cı sualda waiter filled the glasses with water. Waiter sözü deməli sayıla bilən bir isimdir. Ona görə də ona artiklesız bir şey qoya bilmərik. Diqqətli olaq. Sayılan tək isimlər mütləq article ilə işlənməlidir. Ya E ya da D. Yəni boşluq ola bilməz sayılan tək isimlərlə. Water isə sayılmadığı üçün buna da E article qoya bilmirik. Yəni qalır nə? C variantımız. The waiter filled the glasses with water. 36 oldu C və 37-ci sualda this new modem connects me to the internet. İnternet sözü hər zaman the article ilə işlənir və böyük yazılır. The internet. Faster than deməli
The old one köhnəsindən, yəni müəyyən söhbət gedir. Nədən? İnternetin köhnəsindən söhbət gedir deyə. Burada artıq ona an artikli qoymuruq, the artikli qoyuruq. Deməli, this new modem connects me to the internet faster than the old one. Yəni bu old one söhbət moderndən gedir. Modem deməli, modem bu təzəsidir, bu da köhnəsi. Yəni söhbət artıq modemlə söhbət getdiyi üçün, ikinci dəfə söhbət getdiyi üçün mütləq buna the artikli qoymalıyıq. 38-də it is possible to earn college degree over internet. Yenə ikinci dəfə dedik, bax, internetlə həmişə the article işlənər, the internet və ikinci dəfə the internet olan bir dənə the variantı var. Birinci dəfədə isə article necə olur? College degree, universitet dərəcəsi, dərəcə sözü silent təkisimdir və article-lara işlənmiş olur. Sonra 39-cu sualda at first sailor began to look for dry place. Və burada diqqət edir nəyə? The sailor silent təkisim olduğu üçün artikli, an artikli olmaz. Ya ya da the artikli işlənirsən. Look for dry place. Quru yer axtardı. Dry place. Sifət isim birləşməsində əgər isim təkdədirsə mütləq ona artikli qoymalıyıq. O zaman düzgün cavabımız olur C variantı. A dry place. Birinci dəfədə isə artıq sailor müəyyən olduğu üçün, müəyyən bir sailordan söhbət getdiyi üçün olacaq, yəni the artikli ilə. 40-da at first Tim tried to find suitable place. Burada da yenə həmçinin eyni qayda ilə team, the team komanda söhbət gedir the artiklə və suitable place silent təkisimli place, ona görə də qarşısında artikl işlənməlidir, yəni C variantı. 41-ci sualda biggest problem was to provide employment for unemployed. Deməli, burada birinci tərəfdə baxırıq the biggest problem, biggest sözünə üstünlük dərəcəsində the artikl işlənər. İkinci tərəfdə isə unemployed burada işsizlər deməkdir. Sifət isimləşmiş olur və cəmləşlənir həmişə. Məsələn, unemployed the ilə olanda artıq bu isimləşmiş olur. The blind, the unemployed, the young, the poor və s. bu tipli sözlərdir. Və 42-ci sualda deyir ki, this is a useful piece of advice. A piece of advice düzdür, artikl olmalıdır və useful da u ilə başladığı üçün n yox, olacaq. İkinci tərəfdə də it was given to me by a friend of mine. Mənim dostum deyəndə a friend of mine birləşməsi düz olur. Və friend sözü zaten təkisimdir, ona görə artikllə işlənir. Sonra 43-cü sualda, that was a useless idea, yenə artikllə işlənir. A useless idea to ask a neighbor of mine, yəni mənim qonşumdan. A neighbor of mine yenə təkisimdir, silent-simdir, qarşısında artikllə işlənməlidir. Və 44-də as weather was fine, we made up our mind to have a long walk in the park. Deməli, weather sözü ümumiyyətlə sayılmadığı üçün boşluq ola bilər, ya da the article ola bilər, amma article ilə olmaz. Have a long walk, uzun yürüyüşlər, have a long have olan birləşmələrdə walk da silent isimdir, yəni yürüyüş mənasında və article işlənir. Park isə şəhərin müəyyən bir hissəsidir, yəni şəhərə aid olan yerlər konkret the article işlənir. Yəni buna uyan bir dənə cavabımız C variantıdır. Və burada hava ümumi mənada söhbət getmir. Yəni hava yaxşı olduğu üçün söhbət həmən gündən gedir. Yəni hava yaxşı olduğu üçün biz qərar verdik ki, parkda uzun yürüyüşlər edək. Və park sözünə diqqət edib. Şəhərə aid olan hissələr həmişə the article ilə işlənir. Ee, 45-ci sualda deməli, the first thing, deməli, the article ilə işlənir, çünki bu bir sıra saydır. The first thing I must do is to have some good food and then go out for a long walk. Birləşmə kimi go for a long walk, go for a walk ifadəsi var. Uzun gəzintiyə çıxmaq və ya da gəzintiyə çıxmaq kimi. Və üçüncü zəbdə də in the forest olmalıdır. Deməli, elə bir cavabımız və B variantıdır. Niyə forestdə D işlətdik? Çünki forest müəyyən bir yerdən söhbət gedir və adətən yer adları, yer aid bir şey vardısa, o məkan adları adətən D artiklə işlənir. 46-cı sualda I have bought a new shirt. New shirt artiklə işlənməlidir, çünki shirt təklədir. Which matches a jacket bought last week. Axırıncı tərəfi deyək, ikinci tərəfə qayda edəcəyik. Lastdan sonra demişdik ki, zamana aid söz gəlirsə zaman, weekdir, daydir, nə bilim, monthda, yeardə və s. Bunlarla artikl işlənməz, boşluq olar. Və ikinci tərəfdə jacket sadəcə burada normalda sayılan isimdir və nəyə baxmalıyıq? Sayılan tək isimdən artikl işlənməlidir. Amma burada artikl işlənməyəcək. Niyə? Çünki bu haqda məlumat verir. Demək, jacket I bought last week. Keçən həftə aldığım gödəkçə, keçən həftə aldığım deyirsənsə, artıq bu
deməli müəyyən olmuş olur. Müəyyən olduğu üçün də D artikli işləməlidir. Yəni a new t-shirt olan cavaba görə deyir var A ilə C variantı arasında qalır. Last week-də də D artikli olmaz deyə qalır C variantımız. A new t-shirt, the jacket I bought last week də axır tərəfdə də boşluq. Diqqət edirsiniz, əgər o haqda bir isim verib, bir isim haqqında müəyyən bir məlumat veribsə, keçən həftə aldığım jaket və yaxud da bu həftə aldığım nə zamansa verilən bir şey haqqında söhbət gedirsə, bu deməli bu haqda bir isim haqqında məlumat verilmiş olur və bu da həmişə daxil işləməlidir. Sonra 47-ci sualda blues deməli she showed me a blues. Blues da sayılan tək isimdir, amma diqqət edirik. Which she was going to wear at the party next week. Next week ilə heç nə olmayacaq, çünki zaman olanda deməli heç nə olmurdu, boşluq olmalıdır. Və ikinci tərəfdə də at the party ilə the article işlənəcək və qaldıq birinci tərəfdə də yenə blues which she was going to wear. Partidə geyinəcəyi köynək deyəndə artıq bu müəyyən bir bluzdan, köynəkdən söhbət gedirsə, deməli o koftanı geyinəcək və müəyyənlik var da. Burada yəni hər hansı bir bluzdan söhbət getmir. Bunun gələn həftə bu partiyə qonaqlığa geyinəcəyi paltardan söhbət getdiyi üçün müəyyən olur və D artikli ilə işlənir. Bu tipli suallar üçün ümumiyyətlə cümləni tam oxumaq lazımdır. Sonra 48-də we were in a hurry. In a hurry demək tələsməkdir. In a hurry deməli bu artiklə işlənir. In a hurry. Lastdan sonra dedik ki, zaman gələndə artikl işlənmir, amma normal isimdirsə işlənə bilir. İşlənir daha doğrusu və olacaq A variantı. 49-da deməli Kate has been talking to a customer who has just came into the shop. Burada elə bilirəm ki, burada customer Kate indi mağazaya girən satıcı ilə, müştəri ilə danışır. Yəni Kate danışır kimlə? Müştəri ilə. Hansı müştəri? Mağazaya indi gələn, yəni indicə girən adam deyəndə artıq bu müəyyən olur. Müəyyən olduğu üçün də birinci tərəfdə D artikli olur və birinci tərəfdə D artikli olan cavabları saxlayıram. İkinci tərəfdə də shop mağazada yenə müəyyənlik olduğu üçün D shop olmalıdır. Və burada düzgün cavab əslində yoxdur və iki tərəfdə D artikli olmalıdır. Cavabda B veriblər, amma iki tərəfdə də burada D artikli olmalıdır. Buna görə bu sualda diqqətli olun. The customer və yaxud da into the shop olacaq. Yəni B variantı deyəsən veriliblər, amma B variantı deyil, çünki iki tərəfdə də D artikli ilə işlənməlidir. Çünki customer müəyyən bir adamdan söhbət gedir, ora girən adam və mağazaya girdi deyəndə D ilə işlənməlidir. Çünki mağaza müəyyən bir məkandır. Sonra 50-ci sualda I wrote an answer çünki answer sayılan bilən tək isimdir. An answer to the letter immediately. İkinci tərəfdə də D artikli olmalıdır. Niyə E artikli olmalıdır? Çünki deyir ki, mən məktuba cavab yazırsan, bir cavab yazır. Məktub müəyyən bir söhbət, müəyyən bir məktubdan getdiyi üçün D artikli işlənir. C variantı.